Verilişin baş sponsoru Hacı Ceylon çayları. Ustanın emalatxanasında iki daş olur. Usta daşın birini götürür, illərlə onu yonur, illərlə onun üzərində işləyir və digər daşa isə heç əhəmiyyət vermir. Yonulan daş çox gözəl bir sənət əsərinə çevrilir. Amma kənarda diqqətsiz qalan daş isə tozlanır, qaralır və nəhayətdə ovulur, tökülür. Usta bunu şagirdinə göstərir və deyir: bax, həyatda belə yonulmaq, parçalanmaq, bəzən də parlamaq üçün bu əzablara tab gətirmək lazımdır. Amma hərəkətsiz qalıb dayanmaq isə insanı sonuçta parçalanıb, ovulmağa sövq edir. Həyatda belədir əzizlərimiz, hər birinizin hər vaxtınız xeyirli, uğurlu olsun. Bugün biz həyatda var olmaqdan danışacağıq. Bugün biz həyatda var olmaq üçün nələr etmək lazımdır, ondan danışacağıq və eyni zamanda Xəzərin sahilində bugün gözəl bir xanım işığındayıq. Və Xəzərin sahilindəki bu xanım, düşünürəm ki, bizə verilən bu zaman çərçivəsində var olmaq üçün öz prinsiplərini bizimlə bölüşəcək. Röyalə xanım Məhəmmədi bugün bizim studiyamızın, bugün bizim bu yaxt klubun qonağıdır. Biz bu məkana studiya deyirik, çünki artıq biz buranı studiyalaşdırmışıq. Amma normalda Bakımızın ən gözəl məkanı olan yaxt klubdur. Bulvarın tam da ortasında yerləşir. Və Röyalə xanım kimdir? Röyalə xanım coachdur, psixoloqdur və Mediport klinikasının təsisçisidir və direktorudur və Azərbaycanın işıqlı, gənc, ziyalı, gözəl xanımlarındandır. Xoş gəlmişsiniz Röyalə xanım. Xoş gördük Fəxriyə xanım. Sizi burada görmək çox xoşdur. Mənim üçün də çox xoşdur sizi görmək. Qonaqları təqdim etməzdən öncə, qonaqları çəkməzdən öncə hər zaman onların həyatı, onların həyata baxışı, onların mövqeyi çox önəmli olur bizim üçün. Çünki onu dərk etmək üçün o elementlərə fikir vermək çox önəmlidir. Siz də verilişə gəlməmişdən, yəni artıq veriliş başlamamışdan öncə bizim bu Xəzərimizin ətrini duydunuz, Xəzərimizlə görüşdünüz, Xəzərimizə bir salam dediniz. Xəzərimiz də sizinlə hardasa bir öz xeyir duasını verdi və nəhayət mənə təslim etdi. İnsan üçün təbiət meyarı, Röyalə xanım. İnsan niyə hər zaman özünü tapmaq üçün istər kədər hissi, istər sevinç hissi bu məqamlarda insana deyil də çox vaxt təbiətə xitab eləyir? Səbəb? Təbiət çünki bizim baxdığımızda bayaq siz dediyiniz kimi necə ki insan həqiqətən də var olmaq istəyir və ona baxanda öz o təbii canlılığını hiss edir. Necə ki bayaq biz dənizin kənarında gəzərkən, yəni Xəzər mənim üçün o güvən hissini verir. Yəni sanki bəli mən burdayam. Hər nə olur olsun da hər zaman mənə müraciət edə bilərsən hissini verir. Çünki biz bütün təbiətdə bizə lazım olan bütün o siqnallar, bizə lazım olan bütün o görüntüləri biz görürük. Necə ki rəngləri görürük. Həyatımız da elə rəngarəngdir. Məsələn, biz dənizə baxırıq, dalğalar görürük orada. Əgər biz görməyi bacarırıqsa bir şeydə, o zaman həyatımızın mənasını da anlayacağıq. Mən özümdən götürsəm, deyək ki, dəniz mənə nə ifadə edir? Deyərəm ki, məsələn, dənizdəki dalğalar bizim zehnimizdəki düşüncələri ifadə edir. Necə ki, dənizdəki dalğalar bəzən zəif olur, bəzən güclü olur. Bizim zehnimizdəki fikirlər də bəzən zəif və güclü olur. Amma bu sahilə çıxanda o dəniz, o yox olur. Yəni bizim zehnimizdən artıq üzə çıxanda, o biz düşüncələrimizi görməyə başlayanda, biz onu həll etməyə başlayırıq yavaş-yavaş. Amma nə qədər dalğa güclü də olsa, zəif də olsa, eyni ilə bizim fikirlərimiz kimi əslində o möhtəşəmdir. Çünki bizə özümüzü tanıdır. Nə zaman ki günəş doğur, o deməkdir ki bizim də ümidimiz var. Necə ki günəşin o işığı dənizə meyl edir və biz oradan işığı görürük, aydınlığı görürük və biz də özümüzə fokuslandığımız zaman, ümidimiz olduğumuz zaman, inancımız olduğumuz zaman, o zaman da bizim də özümüz aydınlanırıq, düşüncələrimiz aydınlanır. Baxmaq və görmək. Baxmaq və görmək arasında fərq çoxdur. Əlbəttə. İnsan görmək üçün hansı filtrlərdən, hansı meyarlardan keçməlidir? Təbii ki, görmək üçün öncə özünü bilməlisən. Biz baxarıq,
bəzən özümüzü baxarıq, amma içimizdəki nə o aydınlığı, nə də qaranlığı görmərik. Amma görmək üçün isə öncə özümüzü tanımalıyıq. Özümü tanıdığım zaman, öz içərimdə olan o həm aydınlıq, həm qaranlıq tərəfimi gördüyüm zaman mən qarşıdakı insanda da onu görə bilirəm. Çünki qarşıdakı insan mənim aynamdır, yansımamdır. O zaman ki mən qarşıdakı insanı tanıyıram, o zaman ki özümü tanıyıram, özümü tanıdığım zaman. Bunun üçün də öncə daxilimizə baxdığımızda, gördüyümüzdə sadəcə o gözəl tərəflərimizi deyil, bizim o mənfi, yəni qaranlıq tərəfimizi də görməliyik, bacarmalıyıq. Nə zaman ki biz onu görürük, o zaman tamamlanmış sayılırıq. Yəni insanın ehtiyacı yoxdur yaxşı olmağa, insanın tamamlanmış olmağa ehtiyacı var. O zaman o baş verir ki, biz öz həm aydınlığımızı, həm qaranlığımızı görüb qəbul etdiyimiz zaman. Rüyalə xanım, bax danışırsınız və sizi müşahidə edirəm. Bilirəm ki, bütün bunların hər biri gəlişi gözəl sözlər deyil. Bu müşahidələrin, bu təcrübələrin, bu yaşantıların, bu oxumaqların və bu çox böyük kamillik zirvəsinə getmək yolunda əldə etdiklərinizin bariz nümunəsidir. Tamaşaçılarımız üçün də sizi daha yaxından tanış edək. Rüyalə Məhəmmədi kimdir? Rüyalə Məhəmmədi A nöqtəsindən bəlli bir trayektoriya var, B nöqtəsi. Yəqin ki, o B nöqtəsini biz sonsuzluq adlandıraq. Çünki hələ də nə qədər insan var, nə qədər insan duyğuları var və o qədər də inkişaf var. Amma başladığınız bir A nöqtəsindən başlayaq. Doğulub boya başa çatdığınız məkan, təhsiliniz, inkişaf prosesləriniz və gələcək meyarınız. Çünki biz müstəqil Azərbaycanda yaşayırıq və müstəqil Azərbaycan dövləti dövlətçiliyimizdə gənclərə və xüsusən gənc xanımların inkişafına xüsusi önəm verir. Ona görə də həmən duyar-duymaz böyük bir məmnuniyyətlə sizi bax bu ali kürsüdə görmək istədik. Nə gözəl. Belə deyərdim ki, mən Rüyalə Məhəmmədi daha öncədən də 20 yaşlarından həm sahibkar, həm iş qadını olaraq fəaliyyət göstərmişəm. Hal-hazırda da Mediport Klinikasının təsisçi direktoruyam. Yəni təhsilim 43 nömrəli lisey var idi o zamanlar, orada başladı və mənim bu psixologiyaya marağım isə mən uşaqlıqda o zamanlar psixologiya Azərbaycanda çox yaygın deyildi. Nə zaman ki o 2000-ci illər idi. Mənim qardaşım o zaman Amerikada oxuyurdu və o Amerikaya getdiyi zaman o Amerikadakı insanların psixologiyasından danışardı. Bu istirayət edir mənim 12-13 yaşlarıma, 13 yaşlarıma istirayət edir. Və mənim üçün çox maraqlı gəlirdi ki, çox fərqli dünya görüşləri, çox fərqli baxış açıları və mən başlayırdım artıq məqalələr maraqlanmağa. Ondan öncə isə mən kitablar oxuyurdum və kitablar oxuduğum zaman oradakı xarakterləri hiss etməyə başlayırdım. Fərqi yoxdur bu, müsbət obrazdır, mənfi obrazdır. Əslində orada nə yazıldığı deyil də, bizə nəyi çatdırmaq istədikləri, nəyi ötürmək istədiklərini maraqlanırdım. Bu insanlarda da belədir. İnsanlardan bəzən söhbət etdiyim zaman ya da söhbət etməyim, onlar öz aralarında danışdığı zaman öncə gözləmləyirdim onları. Görəsən nə demək istəyir? Nə hiss etmək, nəyi hiss etdirmək istəyir? Bunun altında yatan başqa bir mətin nədir dedikdə, mən belə gözləmləməyə başladım insanları, həyatı. Və təbii ki, universitet vaxtında da biz bunu təhsil olaraq keçdiyimizdə psixologiyanı daha dərindən yiyələnməyə başladım. Amma insanlara marağım hər zaman var və indi də var. Amma ən böyük marağım isə özümədir təbii ki. Əlbəttə, hər şey bir məndən başlayır. Əlbəttə ki. Və mən təbii ki, uşaq yaşlarımdan, yeniyetmə yaşlarımdan hər zaman yenə də özümü sorğulayırdım. Özümə baxırdım ki, görəsən, bəli, mənim bu başa düşdüyüm, anladığım doğrudurmu, yoxsa doğru deyilmi? Və bu zamanla təbii ki, yaş artdıqca, insan daha çox yetkinləşdikcə, fərd olduqca daha dərindən baxmağa başladıq və daha dərindəki o duyğularımı, hisslərimi, düşüncələrimi fərq etdikcə insanları da, həyatı da daha dərindən dərk etməyə başladım. Və sizin sözünüzə gəlmiş olsaq ki, məsələn, qadınların cəmiyyətdə bu rolu, sadəcə qadınlar deyil, mən deyərdim ki, insanların cəmiyyətdə rolu. Mən bunu cinsiyyətə ayırmıram, qadın, kişi. Öncə insan olmağı bacarmalıyıq həyatda. İnsan olmağımız üçün də təbii ki, bizim belə deyək, sosial duyğumuz olmalıdır.
Yəni insanları onların gözü ilə görə bilməyi bacarmalıyıq. Onların qulağından eşitməyi bacarmalıyıq. Qəlblərindən hiss etməyi bacarmalıyıq. Bu üçün isə bizə empatiya duyğusu lazımdır. Amma empatiya duyğusu üçün isə bizə insanlarla maraqlanmağı bilməyimiz lazımdır. Bəs bunun üçün açar, qızıl açar nədir? Nədən başlamaq lazımdır? Yenə də təbii ki, insan özü tanıması. O hissi, qarşılıqlı hissi bir-birinə tamamlamaq üçün. Az öncə dediyimiz kimi, öncə özümüzü görüb, daha sonra qarşıdakı insanı görmək, amma qarşıdakı insanı görmək yenə də onu olduğu kimi qəbul etməkdən keçir. Həyatı da, insanları da. Mən illər öncə, baxmayaraq ki, yəni 35 yaşındayım hal-hazırda, amma illər öncə, çox-çox illər öncə insanları mühakimə etməyi, onların haqqında hər hansı bir fikir yürütməyi artıq buraxmışam. Onlar olduğu kimi qəbul edirəm hər şeyi. Həyatda baş verən hər şey yaxşı ya da pis fərq etmir. Bu həyatın bizə gətirdiyi, həyatın içərisində lazım olması gərəkən bir şeydir ki, biz bunu olduğu kimi qəbul etməliyik. O zaman da insanları da biz onun kimi qəbul etdiyimiz zaman biz irəliləyə biləcəyik həyatda. Nə zaman ki bir şeyə anlam yükləmədiyi zaman. Amma gəlsək ki, insanları bu inkişaf etdirməyə, bizim üçün insanlığa ən böyük faydamız onların içərisindəki potensialı üzə çıxardıb onları cəsarətləndirməkdir. Həm də bax, siz deyirsiniz, anlam yükləmək. Razısınızmı ondan ki, insan öz inandığını görür, Evet. Yəni, bəlli bir obyekt, deyək ki, hər hansı bir insan haqqında biz gözləntilərimizdə, o insan haqqında düşündüklərimizdə, o insan haqqında umduqlarımızda, onların hamısı bizim onları görmək istədiyimiz, yüklədiyimiz anlamdır. Əslində görünən bəlkə də o deyil. Əlbəttə bizim ki, baxış acımızdan çox doğru ona qeyd baxırıq. etdiniz. Bəli, çox doğru qeyd etdiniz. Biz özümüz necə isə qarşıdakını da elə görəcəyik, həyatı da elə baxacağıq. Bayaq dediyim kimi, hər kəs bizim aynamızdır. Əgər aynada gördüyümüz bir şey bizi narahat edirsə, demək ki, bizdə o xüsusiyyət azdır. Biz onu artırmalıyıq. Və yaxud bizdə, daha doğrusu bizdə o xüsusiyyət çoxdur, əgər narahat edirsə. Yox, qarşıdakı insanda bizim heyranlıq duyduğumuz bir xüsusiyyət varsa, demək ki, bizim içərimizdə o potensial var, amma biz onu artırmalıyıq və bunu fərq etməliyik. O yüzden də ətrafımızdakı insanlar, biz özümüz hansı frekansda, yəni hansı dalğadayıqsa, biz ətrafımızda o cür insanlar olacaq. Bu zamanda, bəli, bəzi insanlar həyatımızdan gedə bilər, bəzi insanlar, yeni insanlar həyatımıza gələ bilər. Bu, bizim yenə də özümüzdən asılıdır. Biz necə isə, həyatı da elə görəcəyik, insanları da elə görəcəyik. O yüzden də insanlar olduğu kimidir, həyat da olduğu kimidir. Biz onunla nə tənqid edə bilərik, nə mühakimə edə bilərik. Öncə özümüzə baxaq. Əslində özümüzdə düzəltmək olduğumuz nədir? Bəli, tamamilə doğrudur. Belə bir məqamda çox müdrik bir hekayə, ibrətamiz hekayəni xatırladım. Bir insan yaxınlaşır bir əyalətə, orada yaşamaq istəyir və orada əyləşən ağsaqqaldan soruşur ki, bura necədir, mən burada yaşamaq istəyirəm. Adam soruşur ki, sənin əvvəl gəldiyin yer necə idi? Deyir, əvvəl gəldiyim yer çox pis idi, havası pis idi, insanları pis idi, yeri pis idi. O deyir, burada çox pisdir, gəlmə bura. Daha sonra bir başqası yaxınlaşır, gəlir, deyir ki, bax, mən burada yaşamaq istəyirəm, necədir bura? Yenə həmin sual verilir, əvvəl olduğun yer necə idi? Deyir, əvvəl olduğum yer çox yaxşı idi, insanları gözəl, havası gözəl, mühiti gözəl. Deyir, hə, bax, burada gözəldir, gəl burada yaşa. Bunu müşahidə edən kənardan bir nəfər soruşur ki, sən niyə birini yola saldın, birini qarşılayırsan? Deyir, çünki o görmək istədiyini görəcək. Biz özümüz də bu həyatda görmək istədiklərimizin məhsulunu yaşayırıq əslində. Əlbəttə ki, bunun üzərinə bir ifadə əlavə edəcəm. Viktor Frankl deyir ki, bəlkə də biz istəyirik ki, həyatımız dəyişsin, amma həyatımızın dəyişməsi üçün öncə özümüzün dəyişməsi lazımdır. Və təbii ki, özümüz dəyişdiyimiz zaman həyatımız dəyişməyə başlayacaq. Bunun üzərinə bir şey daha əlavə edəcəm ki, bəzən insanlar dəyişdiyini hesab edir, bəzən o zəncirlərindən qurtulduğunu hesab edir. Amma bir düşünsünlər, özlərinə baxsınlar. Bu bilirsiniz nəyə bənzəyir? Biz hər hansı heyvanın, yəni iti götürsək, onun boğazına biz zəncir taxırıq, saxlayırıq və o zəncirdən qopduğu zaman
zəncirlə birlikdə qaçır əslində. Baxmaq lazımdır ki, biz qaçdığımız zaman, dəyişdiyimiz zaman əslində o zəncirlə birlikdə mi qaçırıq, yoxsa tamamilə mi azad olmuşuq ondan? Buna da diqqət etmələri çox önəmlidir. Doğrudur. Rüyalə xanım, bizim də dəyişməyən bir dostumuz var, tərəfdaşımız var və ağız dadımız var ki, bu da Hacı Seylon çaylarıdır. Bax, sizdən də rica eləyərək bunun dadına baxmağı və buna öz fikrinizi bildirməyi istəyirik. Görək siz necə, bəyənəcəksinizmi? Uzun illərdir artıq bizim tərəfdaşımızdır. Hesab eləyirəm ki, tamaşaçılarımız da alır və bunun dadına baxır. Necədir? Çox təbii, insanın özü kimi. Bizim ağız dadımız bizim düşüncələrimizə də təsir edir, əhval-ruhiyyəmizə də təsir edir, sağlamlığımıza da təsir edir. Ona görə seçim etmək burada çox vacibdir. Bu Hacı Seylon çaylarıdır, əziz tamaşaçılarımız. Rüyalə xanım tərəfdaşımızdır və biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə qısa bir aramız var və Rüyalə xanımın insan psixoloji məqamlarına aydınlıq gətirməsi hesab edirəm ki, hər birimiz üçün maraqlı olacaq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. İnsan niyə dəyişsin ki? Artıq biz başqalarına baxaraq özümüzü tanımağa, nə istədiyimizi bilməyə başlayırıq. Mərkəzdə dayanan, episentrdə dayanan insan nədə səhv edir? Adını qoyduğumuz, ifadə etdiyimiz bir şey olacaq. Ona baxdığımız zaman da özümüzə dönüb baxacağıq ki, mən bu duyğunu daha öncə harda yaşamışam ki, mənə eyni duyğuları hiss etdirir. Biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik və bu tərəfdaşlığımızdan yararlanaraq cəmiyyətimizdə fəaliyyət göstərən, cəmiyyətimizdə olan işıqlı insanları sizlə görüşdürmək istəyirik. Əgər bu işıqlı insan, bu peşəkar insan bir gəncdirsə və xüsusən də bir həkimdirsə, əlbəttə ki, bugün bizim Xəzərimizin sahilindən sizə yönəltdiyimiz enerji demək ki, çox mükəmməldir. Bugün Xəzərin sahilindən mənimlə bərabər sizi Rüyalə xanım Məhəmmədi salamlayır. Psixoloq xanımdır, coachdur və son zamanlar insanların hər birinin ehtiyac duyduğu bir ruh dostudur. Psixoloqlar bugün demək olar ki, xüsusən də coachlar uğurlu iş adamlarının tərəfdaşlarıdır. Onların özlərini tapması üçün çox vacib rol oynayırlar. Bəzən şəxsi təcrübəmdə də mən artıq bunun təsirini görürəm. Rüyalə xanım, bax, məqamı varkən elə sizdən bax bunu soruşum ki, doğrudanmı insanın özünü tapması üçün, doğrudanmı insanın özündən olması üçün kənar müdaxiləyə mütləqdir ki, ehtiyacı var? Və yaxud bu suala əlavə olaraq daha bir sual, insan niyə dəyişsin ki? Bəli, ilk sualınıza cavab versək, bəli, insanın kənardakı insanlara da ehtiyacı var, çünki insan sosial varlıqdır. Yəni biz həyatda digər insanlara da ehtiyacımız var. Biz onlara baxdığımızda hərəkət etməyə başlayırıq. Bunu Adler psixologiyasından gətirsək, o belə bir psixologiyasında belə bir iddia irəli sürür ki, uşaq yaşlarından bizim zehnimiz daha sürətli inkişaf edir, nəinki fiziki bədənimiz. Və zehnimiz inkişaf etdiyi zaman, belə deyək, uşaq hər hansı bir ağır bir şey qaldırmaq istəyir, amma bunu fiziki gücü yetmir, amma istəyir. Və bu istəyi üçün o başlayır çabalamağa. Və ona səy göstərdiyi zaman da artıq biz başqalarına baxaraq özümüzü tanımağa, nə istədiyimizi bilməyə başlayırıq. Və ona görə də o deyir ki, insanlar sosial varlıqdır. Mən də bunun tərəfdarıyam ki, insanın inkişaf etməsi üçün başqalarına, təbii ki, ilk öncə özünə, amma başqalarına da ehtiyacı var. Bizim mənəvi tapularımız, bizim cəmiyyətdə formalaşmamız və bizim sosial varlıq olaraq aldığımız genetik koddan ötürdüyümüz tapular və bugünkü reallıqlar. Bax, bunların bir-biri ilə düz mütənasib olması üçün nə etmək lazımdır? Bəli, genetikamız rol oynayır. Amma genetikadan əlavə də zaman dəyişir, həyat dəyişir. Amma insanın təməl duyğuları dəyişmir, duyğularımız dəyişmir. Zaman dəyişdikcə biz zamana uyğunlaşmağa çalışırıq və təbii ki, biz övladlarımızı da zamanın tələbinə uyğun yetişdirməliyik.
Amma bizim təməl duyğularımız dəyişmir. Yenə də insanlar eyni duyğuları hiss edir. Yenə də insanlar bəzən qəzəb, bəzən sevinç, bəzən huzur hissləri duyur. Və mən tərəfdarıyam ki, özümdən götürsəm, mən tərəfdarıyam ki, bu zamanın axışının içərisində insan özü ilə baş-başa qala bilsin. Çünki özü ilə də baş-başa qalan bir insan başqaları ilə də bütünləşə bilər. Başqaları ilə də o alış-verişi, yəni duyğusal olaraq, mənəvi olaraq o alış-verişi edə bilər. Bax, siz deyirsiniz ki, söhbətimizin əvvəlində insan özü necədirsə, ətrafında da o tip insanlar birləşir. Bəli, bu doğrudur. Amma və lakin bəzən elə olmaya bilir. Elə olmadığı halda mərkəzdə dayanan, episentrdə dayanan insan nədə səhv eləyir? Yenə də özünə baxmaqda. Yenə də ətrafımızda özümüz necə isə, deyək ki, biz ətrafımızdakı insanı qəbul etmiriksə, deyirik ki, mənim kimi deyil deyiriksə, bu o deməkdir ki, ya sən görməli lazım olduğun bir şey var o insanda və həyat sənə bunu gətirib ki, bəzən ola bilər ki, bəli, biz o insanı qəbul etmirik, çünki bizim bildiyimiz dünyada o yoxdur. Amma bəlkə də bizim bildiyimiz dünyamız da dəyişməlidir. O zaman bizə həyat onu gətirir, göstərir ki, sən bəli, biraz baxışını, özünü dəyişməlisən, bəlkə də elə sənin həyatında bu cür insanlar olmalıdır. Amma biz onu bilmədiyimiz üçün, bizə tanış olmadığı üçün o bizə təhlükə kimi gəlir. Və təhlükə kimi gəldiyi üçün biz bundan qorxuruq. Çünki Farabinin belə bir sözü var, insan bilmədiyi bir şeyin düşmənidir. Biz bilmirik ki, o insan həqiqətən də bizə xoşmu gələcək, yaxşımı gələcək. Bu zaman nə etmək lazımdır? Öncə bir durub sakincə düşünmək lazımdır ki, nədir məndə bunu yəni tetikləyən ki, mən bu insandan çəkinirəm, qorxuram, fikirləşirəm ki, mənə zərər yetirə bilər, fikirləşirəm ki, mənim dünyamdadır. Nədir bu tədirgin edən bir şey? O zaman görəcəyik ki, orada tapdığımız bir şey olacaq. Adını qoyduğumuz, ifadə etdiyimiz bir şey olacaq. Ona baxdığımız zaman da özümüzə dönüb baxacağıq ki, mən bu duyğunu daha öncə harda yaşamışam ki, mənə eyni duyğuları hiss etdirir. O zaman da biz yeni addımlar atmağa başlaya biləcəyik. Bəlkə daha yaxınımıza, içərimizə ala biləcəyik o insanı. Yavaş-yavaş özümüzü mülkləşdirə biləcəyik bəlkə də. Komfort zonasına alışır insan. Bəli. Və insan komfort zonadan çıxdığı təqdirdə inkişaf edə bilər. Evet. Amma hər kəs komfort zonasından çıxmağa hazırdırmı? Komfort zonası dedikdə biz onun alışdığı mühit, gündəlik rutini, onun hər gün eyni şey etdikləri. Bugün insan hazırdırmı ki, öz komfort zonasından çıxsın? Hazırdır deyə bilərik bəzən, amma çünki yaşam tərzi artıq son zamanlar cəmiyyətdə baş verən proseslərin özləri, adicə müəyyən qurumlarda çalışan insanlar, istər əvvəllər əgər bir insanın keyfiyyət göstəricisi bəlli bir şirkətdə uzun illər təcrübəyə malik olmaq idisə, deyirlər peşəkar adamdır, filan yerdə 20 ildir işləyir. Amma bugün müasir insanı sən bir yerdə 20 il saxlaya bilməzsən. O 1 ildən 1, 2 ildən 1 artıq öz iş yerini, artıq öz hətta məsləyini belə dəyişməyə meyillidir. Çünki komfort zonasından çıxmaq ona daha maraqlı gəlir. Maraqdan da başqa, bəlkə də ətrafdan ona tələb olunan bir məsələlərdən biri olur. Bax, bu bizim dediyimiz insanın özünü tapmasına kömək edir, yoxsa əksinə? İlk öncə onu deyim ki, bəli, bəzən biz çox vaxt deyirik ki, insan dəyişməlidir, insan özünə baxmalıdır. Amma mən anlayıram ki, bu həqiqətən də çox asan olmaya bilər. Çünki bu bilirsiniz nə deməkdir? İnsanın dəyişməsi, birdən-birə dəyişməsi, o deməkdir ki, mənim indiyənə kimi olan versiyamı mən öldürürəm və məzara göndərirəm. Amma hər kəs bu öldürməyə bacarmır özünün. Daha öncəki düşüncələri, daha öncəki o duyğularını, bunu bacara bilməyə bilər. Ona görə də bəzən deyə bilər ki, elə mənim olduğum yer yaxşıdır, dəyişməyə bilər. Bu çətin məsələdir. Kimsə gözə ala bilərmi özünün əvvəlki versiyasını öldürməyə? Həm də kimsə özünü öldürməyə hazırdırmı? Mənən, yəni biz burada əziz tamaşaçılarımız mənəvi hisslərdən, mənəvi duyğulardan danışırıq. Belə bir bioloji hadisə var. Deyilənə görə qartal 40 yaşına çatanda, hər qartal da onu eləmir. 40 yaşına çatanda çəkilir dağlara, qayalara
və orada dimdiyi ilə tükünü yolur. Daha sonra dimdiyini daşlara çırpır və dimdiyi qırılır, tökülür və bu çox ağrılı bir proses olur. Yəni düşünün ki, bir insan özünü, daha doğrusu bir canlı, düşünün ki, özü ilə mübarizə aparır. Bütün tüklərini yolmuş, dimdiyini qayalarda çırpmış qartal sağ qala bilirsə, o ağrıya, acıya dözə bilirsə, yenidən o 100 ildən də artıq yaşamaq gücünə malik olur. Amma bu hər qartala malik deyil. Odur ki, insan da mənən ölüb dirilməyi bacara bilirsə güclüdür. Əlbəttə, mən sizdən çox razıyam. O acıya qatlaşa bilirsənsə, o acını, dəyişimi gözə almağı bacara bilirsənsə, o zaman sən yeni şeylər görməyə, yeni sən görməyə hazır olacaqsan. Bu da nədən irəli gəlir? Təbii ki, cəsarət. Cəsarət qorxuların da üzərinə getməkdir və sən yeni addım atdığın zaman nəyi itirəcəyini də gözə ala bilməkdir, nəyi qazanacağını da gözə ala bilməkdir. Çox maraqlı məqamdır qorxu. Biz bu barədə danışacağıq, amma reklamlarımız var. Qısa bir aradan sonra buradayıq. Siz də elə boğazınızı yaşlayın. Və əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, Xəzərin sahilindən sizə gözəl bir enerji ötürürük buradan. Hesab edirik ki, bu enerji gözəldir. Çünki mənim yansıdığım və mənə yansılan enerjidir bu. Hacı Seylon çayları ilə sizinlə bərabərik, baş sponsorumuzdur və qısa aradan sonra buradayıq. Çayın insan orqanizminə faydasını hər kəs bilir. Çünki çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var ki, o da bizim bir sıra xəstəliklərimizin, bir sıra çatışmamazlığın müalicəsidir. Yorğunluğu aradan qaldırır, yuxusuzluğu aradan qaldırır. Bəzən hətta xəstə göz nayihəsinə belə yaxşı dəmlənmiş çay qoysaq, həmin nayihə daha tez sağalmış olar. Bunu Türkiyə Çayrədən daha yaxşı bilirik. Və yaxşı dəmlənmiş çay üçün isə əlbəttə ki, keyfiyyətli çayı seçib almaq lazımdır. Keyfiyyətli çay isə bizim seçdiyimiz Hacı Seylon çaylarıdır. Çünki Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu da Hacı Seylon çaylarında var. Bəs bu çayı belə tərifləyirik, bunu hardan almaq lazımdır deyə sual versəniz, düşünmədən deyirik. Bu Taygastor mağazalar şəbəkəsində, eyni zamanda şəhərimizdə fəaliyyət göstərən bir sıra marketlər şəbəkələrində var. Yaxınlaşırsınız ora və müxtəlif növləri var. Seçmək üçün, məlumat üçün deyək ki, yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə xanımların sevdiyi yaşıl çaydır. Daha tələsirsinizsə və daha tez əldə etmək istəyirsinizsə, qara və yaşıl çayların paket versiyaları da var. Daha ətraflı məlumat üçün siz bu QR koda daxil olub oradan əldə edə bilərsiniz. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Bizim o işığımız bizi kör edə bilir. Bax, bu qorxuları necə ayırt edək və ondan necə xilas olaq? Özümü daha çox tanımağa başladıqca da həqiqətən mənim ehtiyacım olan şeyləri görməyə başladım. Perfeksionizm bir xarakterdir, yoxsa sonradan yaranan vərdişdir? Tətmin olmur, özündən qane olmur, etdiyi hər bir şeydə bir qüsur axtarır. Bu da insanı təşvişə gətirib çıxardır. Hacı Seylon çayları içirik və biz sizinlə ünsiyyətdə oluruq. Çünki ağız dadımız dəyişməz olaraq qalır, gözəldir. Əhvalımız çox gözəldir. Yerləşdiyimiz məkan çox gözəldir. Ətrafımızda görün nə gözəl bir ortam var və Röyalə xanım bizim qonağımızdır. Röyalə Məhəmmədi. Azərbaycanımızın gənc mütəxəssisi, Azərbaycanımızın gənc koçu və əslində koç ixtisasının özü elə gənc bir peşə sayılır. Amma koç və psixologiya, bütün bunlar insanın rifahına, insanın var olmasına xidmət edirsə, nə gözəl. Yəni biz zaten insanlıq naminə bu dünyadayıq. Tanrı bizə ol dedi və biz olduq. Olduğumuz halda digər canlılardan bizim fərqimiz nə oldu? Danışa bilmək, ünsiyyətə
keçə bilmək, sözlə təmas qurmaq. Sözlə biz insanı yaşadırıq da, sözlə biz insanı məhv də edə bilirik. Bu mənada yanaşma tərzimiz. Biz qorxudan danışdıq Rüyalə xanım. İnsan qorxuları ilə yaşayır. İtirmək qorxusu, bəzən qazanmaq qorxusu da insanı qorxudur. Bir verilişlərin birində çox gözəl bir ifadə eşitdim. İşıq insanı bəzən gözünü kör edir, bəzən isə gözünə işıq olur. Yəni o kör olmaqdan qorxduğumuz işıq, var olmaqdan qorxduğumuz qorxu. Bax bu qorxunu necə ayırd edə bilərik ki, bax bu bizi var olmağa sövq edir və yaxud da ki bu bizi əksinə, bizə lazım olacaq bir his deyil. Bəzən o parıltılar, bəzən o yaşantılar, bəzən o bizim doğru bilmədiklərimiz, bizim getdiklərimiz, şeytanın nəfsinə uyduqlarımız, bizim o işığımız bizi kör edə bilir. Bax bu qorxulardan, qorxuları necə ayırd edək və ondan necə xilas olaq? Çox doğru qeyd etdiniz, bəli. Bəzən də bizi hərəkətə keçirən qorxularımızdır. Amma o zaman ki biz bir şey əldə edəcəyik, bunu ayırmıram yaxşı və ya pis deyə, qorxularımızın üzərinə getdiyimiz zaman biz o zaman biləcəyik ki, bizim əsl ehtiyacımız nədir və yaxud da ki, əsl mən kiməm deyə. Mən şəxsən özümdən götürsəm, özümü tanımamda, həyat səyahətimdə mənim etdiyim qorxularım üzərinə getmək idi. Yeni bir şeylər etmək idi. Heç vaxt cəhd etmədiyim şeyləri etmək idi. O zaman mən özümü daha çox tanımağa başladım. Özümü daha çox tanımağa başladıqca da həqiqətən mənim ehtiyacım olan şeyləri görməyə başladım ki, həqiqətən də mənim ehtiyacım bu idimi, yoxsa yox. Amma mən bunu etməsəm, heç zaman da bilməyəcəm ki, mənim əsl ehtiyacım, əsl istəyim nədir. Daha öncə də siz soruşdunuz ki, insan nəyə görə dəyişməlidir? İnsan dəyişdikcə də o özünün həqiqi ehtiyacını tapmış olur. Əvvəllər psixoloqlara müraciət etmək bir mənalı qəbul olunmurdu. Amma bugün psixoloqlar bizim həyat yolumuzun işıqlarıdır. Həyat yolumuzun bizə bəxş etdiyi yeni bir məni tapmaq hissidir. Yeni bir mənlə yeni bir həyata başlamaq. Son zamanlar bu tendensiya çox gözəl tendensiyadır. Razısınızmı ki, yəni bax bu yöndə çıxış eləmək, bu yöndə getmək, bayaq dediyimiz kimi o tapuları qıra bilmək, öz gündəlik rutinindən çıxa bilmək, bütün bu yeni bir məni yaratmaq. Sizə müraciət edənlər sırasında, sizə müraciət olunanların arasında ən çox müraciət olunan tərəflər hansı tərəflərdir? İnsanın özündə görmək istədiyi tərəfi. Yeni bir addım atmaq istəyirlər və bu addımdan qorxurlar. Mən də onların o içərisindəki o potensialları özünə göstərməyə çalışıram, özlərinə göstərməyə çalışıram. Və az öncə də dediyim kimi, bu həyatda bir şey yaxşılıq etmək istəyirsənsə, insanın içərisindəki o potensialı çıxardıb və onu cəsarətləndirməkdir. Ki, mənim xüsusiyyətimdə bu var ki, hər bir ətrafımdakı insanın yaxşı tərəfini görüb, onun o içərisindəki o işığı görüb, onu özünə fərq etdirməkdir ki, o özü də mənim yanımdan getdiyi zaman özü də öz ayaqlarının üzərində dura bilsin, artıq öz məsələlərini özü həll edə bilsin. Amma bu müddətlimi olur, yoxsa ki artıq o bir dəfə həmin o insana kömək edirsən və ömrünün sonuna dək onunla yaşayır. Yoxsa zaman-zaman bu ziqzaq effekti ilə hər dəfə ona qayıtmaq məcburiyyətində qalır. Bəzən bir dəfə ilə olur, bəzən 3 dəfə ilə olur. Bəzən də ziqzaq effekti də olur, bəli. Bu o demək deyil ki, o yanlış yoldadır. Bəzən biz yenə də o getdiyimiz yolları yenə təkrarən gedə bilərik. Bəzən etdiyimiz səhvləri yenə təkrarən səhv edə bilərik. İnsanlar qorxurlar səhv etməkdən. Amma özlərinə səhv etmə imkanını da tanımalıdır insanlar. Bax, bəzən çox zaman insanlar özlərinə səhv etmə fürsəti tanımırlar. Bu o demək deyil ki, mən hər zaman səhv edəcəm, hər şeyi də qəbul edəcəm. Biz bu dünyaya səhv etmək üçün gəlməmişik, səhvlərimizdən təmizlənmək üçün gəlmişik. O zaman ki, gözə alacaqlar ki, bəli, mən burada yanılada bilərəm, səhv edə bilərəm, eyni təkrar getdiyim yolu təkrarən gedə bilərəm. Bu heç də qüsuru deyil. Amma sən o yolu getdiyin zaman, ikinci səfər getdiyin zaman artıq sən başqa biri olaraq gedirsən və harda nəyin edəcəyini bilirsən. Və bəli, mənim də işlədiyim insanlar əslində çoxsu çox şeylərin fərqindədirlər. Gəlirləri, fərqindəlikləri yüksəkdir. Sadəcə onlara bir yol lazımdır və yaxud bəzən sadəcə onları kimsə dinləməsi yetərli olur.
Çünki əslində fərqində olmaq bizə yetməz, hərəkətə keçmək lazımdır. Fərqindəliyimizi hərəkətə keçirməsək, onlar heç bir faydası yoxdur. Heç bir faydası yoxdur, tamamilə doğrudur. Və yəqin ki, çox eşidirsiniz bunu, çünki biz də bunu çox eşidirik. Çox güclü görünən insanlar, xüsusən qadınlar, sonuçda daxildə o deyillər. Güclü görünmək istəyənlərdir. Daxilən güclü insanlar adətən səssiz olur və adətən onlar özünü hiss elətdirmir. Güclü olub da daxildən özünü boşluqda hiss edən insanlar və yaxud əksinə daxilən güclü olub cəmiyyətdə onun fərqinə vardırmayan insanlar. Bunların hər birindən hansı doğrudur? Hər zaman güclü olacağıq deyə bir reallıq yoxdur. Bəzən öz gücsüzlüyümüzü də qəbul etməliyik və o zaman həqiqətən biz güclü olacağıq. Sadəcə özünü olduğu kimi qəbul etmək. Bəzən yanıla bilərsən, bəzən özünü yaxşı hiss etməyə bilərsən. Bu qüsur deyil. Bax, insanlar bunu qəbul etmədikləri üçün də daha çox özlərini pis hiss etməyə başlayırlar. Bəzən insanın həqiqətən də əgər sən pissənsə, gücsüzsənsə, demək ki, həyat sənə deyir ki, biraz sənə fasilə lazımdır. Sən fasilə etdiyin zaman, insan fasilə etdiyi zaman daha da güclənə bilir. Amma düşdüyü zaman insanlar deyir ki, fikirləşirlər ki, niyə mən düşdüm, olmamalıdır belə. Xeyr, olmalıdır. Sən o içərisində o yetərsizliyini, o dəyərsizliyini bastırdığın zaman, onlar bir zaman başqa tərzdə sənin həyatına çıxacaqlar. Bastırmamalısan, onları da qəbul etməlisən. Onları qəbul etdiyi zaman insan, bu bir paradoksdur. Yəni insan öz içərisindəki o qüsurlarını qəbul etdiyi zaman onun içərisindəki yaxşılaşma, şəfalanma daha güclü şəkildə baş verir. Ona görə də onu görüb, sevgi ilə qəbul etmək lazımdır. Hətta qüsurunu belə. Bəli, çünki insan mükəmməl deyil. Mükəmməl yaxşının düşmənidir. Yəni insan biraz yaxşı oldu, yetərlidir. Hər zaman mükəmməl olsaydı... Bax, elə ən maraqlı məqam, baxın, çox gözəl bir məqama toxundunuz. Mükəmməlçi, perfeksionizm. Perfeksionist insanlar doymayan insanlardır. Yəni, perfeksionist insanlar hər şeyin ən yaxşısına, ən titizinə, ən səliqəsinə cəhd göstərən insanlardır. Perfeksionizm bir xarakterdir, yoxsa sonradan yaranan vərdişdir? Sonradan yaranan və bizə yüklənilmiş vərdişlərdir. Mükəmməliyyətçinin altında yetərsizlik duyğusu yatır. Yəni, daima özündən yetərsizdir, daima özündən tətmin olmur, özündən qane olmur, etdiyi hər bir şeydə bir qüsur axtarır. Bu da insanı təşvişə gətirib çıxardır və daim təşviş içərisində olur. Mükəmməliyyətçi insanlar da əslində həyatda çox şeylər uğur qazanan insanlar olur. Çünki daim özlərindən yetinmədikləri üçün biraz daha üzərini istəyirlər. Amma daxillərində hər zaman onlar çox narahat olurlar və insanlarla münasibətlərində bəzən onlarla yanlış münasibət qura bilirlər. Amma ki, insan mükəmməl deyil. Hər şey, kainat mükəmməl olsaydı, o zaman inkişaf etməyə ehtiyacı olmazdı. Heç nə mükəmməl deyil. Həyatda hər şey lazım olması olduğu üçün var. Həyat bir balansdır. Bizim həyatımızda yaxşı, pis, eril, dişil, yəni bunlar hamısı öz ziddi ilə var həyatda. Bizim daxilimiz də elədir, hər şey öz ziddi ilə var daxilimizdə. Bayaq dediyim kimi, yəni insan öz qaranlığını da qəbul etdiyi zaman bütünləşə bilir, tamamlana bilir özündən. Və o zaman daxilindəki o qaranlığını, qüsurunu qəbul etdiyi zaman tamam, mən beləyəm deyə bilirsən, bunu rahatlıqla qəbul edə bilirsən və deyirsən ki, tamam, mənim bəs faydalı tərəflərim hansıdır? Onları daha faydalı necə istifadə edə bilərəm? Oraya fokuslandığın zaman sən daha produktiv olursan, yəni daha verimli olmağa başlayırsan. Donmaq, bax bu ifadəni başqa cür düşündüm ki, onun adını tapım, amma o ancaq elə donmaq demək olar. Çünki mən həmişə verilişdən öncə tədqiqat aparıram, qonağın peşəsi haqqında, özü haqqında, o yazılanlar haqqında, ona müraciət edənlər haqqında və s. Ən çox müraciət edənlərin psixologiyada insanların böyük əksəriyyəti mən hər şey edə bilərəm, amma nəsə bugün eləmirəm. Sanki o prosesi dondururlar, sanki gözləmə mövqeyindədirlər. Bu isə sonuçda onların inamsızlığına və bacarıqsızlığına gətirən bir səbəb olur. O donma effektindən necə çıxmaq lazımdır ki, insan daima siz dediyiniz kimi, insan daima fəaliyyətdə olsun, özünün fərqində varıb özününkünü göstərə bilsin.
Amma axı biz həm də deyirik ki, olduğun kimi özünü qəbul et. Əgər mən bugün öz potensialımı bilirəmsə və o potensialımı göstərməliyəmsə, amma onu göstərməyə həvəsim yoxdur, heç nə eləmək istəyirəm və yaxud resurslarım yoxdur və yaxud imkanlarım yoxdur ki, mən onu üzə çıxarda bilim və bu anda o donma prosesi baş verir. Bax, o proseslə barışmaq mı lazımdır, gözləmək mi lazımdır və yaxud ondan necə çıxmaq olar ki, biz zaman itirməyək? Əgər mən öz potensialımın fərqindəyəmsə və bunu edə biləcək gücə malikəmsə, bunun da fərqindəyəmsə, bəzən insan heç nə etmək istəməyə bilər. Bəzən bəzi şeylərin yerini tapması üçün insanın yavaşlaması lazımdır. Bəzi şeylərə bayaq dediyim kimi fasilə vermək lazımdır. O zaman hər şey yerinə yavaş-yavaş oturur. Davamlı qaçış modunda olduğumuz zaman, qaçdığımız zaman biz yorulmağa başlayırıq, duyğularımız tükənməyə başlayır. Bir addım atdım, onu biz dəmlənmə deyirik. Yəni dəmlənirik o prosesin içərisində, daha sonra ikinci bir addım atmağa başlayırıq. Əgər mən hal-hazırda bir şey etmək istəmirəmsə, demək ki, mənim reallığım hal-hazırda budur. Bu o demək deyil ki, mən edə bilmərəm. Bəzən edə bilməyə bilərsən, tamam, bunu bacarmıram deyib, kənara qoyub, bəs mən edə biləcəyim nəyi edə bilərəm deyə soruşa bilərsən. Yəni, bu həyat bir yarış deyil ki, mən yarışda olum, deyim ki, mən də bunu etməliyəm, onu da etməliyəm. Xeyr, elə bir şey deyil həyat. Sən özünə baxacaqsan, mən həyatın içərisində mənim vəzifəm nədir, nəyi edə bilərəm, digərinki isə başqa bir şeydir. Bax, o zaman özünə bunu tanımalısan, o faizləri tanımalısan. Demirəm ki, mən artıq beləyəm, dəyişməyəcəm, artıq beləyəm, qəbul etmirəm, bu deyil. Deyə biləcəksən ki, mən indiyənə kimi etdiklərimi etdim, bəli, mən beləyəm, belə olduğumu qəbul edirəm. Hətta bunu kənardakı insanlar üçün də belə düşünməlidir ki, əlimdən gələn hər şeyi etmişəm və beləyəm. Bu demək deyil ki, artıq heç nə etməyəcəm. Xeyr, o etdiklərinizi dəyərləndirin. Rüyalə xanım, artıq bizə verilən zaman başa çatır və sonda qısaca da olsa bizi dinləyənlərə, bizi tamaşa edənlərə bir deviz, bir cümlədən ibarət bir deviz demək lazım gəlsə, hansı devizi deyərsiniz? Yenə deyirəm, özlərinə baxmaqdan qorxmasınlar, özləri ilə baş-başa qalmaqdan qorxmasınlar. Lazım gəldikdə cəsarətli addımlarını atsınlar. Bilirsiniz, qısaca bir misal çəkəcəm. Təbiətdə bəzi heyvanlar var ki, öz xəstə balalarını bəzən öldürürlər, bəzən yeyirlər. Buna deyilir ki, bəzən deyilir ki, öz sevdiyindən balasını yedi, amma elə deyil. O ana hiss edir ki, o xəstə övladı, balası həyatda baş edə bilməyəcək və yaxud da ki, digər övladlarına zərər verməyə başlayacaq və onu öldürmək məcburiyyətində qalır. O demək deyil ki, onu sevmir. Biz insanlar da bəzən həyatımızda bizə zərər verən vərdişlərimiz ola bilər və yaxud da zərər verən insanlar ola bilər. Onu orada, yəni dırnaq arasında sonlandırıb, biz həyatımızdakı digər, bizə xoş gələn insanlar və ya xoş gələn vərdişlərimizə fokuslanmalıyıq. O xəstə olanları biz kənarlaşdırmağı, bəzən o cəsarətə malik olmalıyıq. Nə gözəl. Demək ki, bu həyatda var olmaq üçün cəsarətli olmaq lazımdır. Elə bir cəsarətə sahib olmaq lazımdır. Hətta sevdiyini belə, sənə zərər verdiyini bildiyin halda ondan vaz keçməyi bacaracaq qədər cəsarətli olmaq lazımdır. Bir də bilsinlər ki, həyatdan lazım olan payı almışıqsa, demək ki, hər şeyə sahibik. Doğrudur. Təşəkkür edirəm Rüyalə xanım. Çox sağ olun. Təşəkkür edirəm. Bugün Xəzərimizin sahilindən bizi izləyən tamaşaçılarımıza göndərmiş olduğumuz missiyalar hesab edirəm ki, faydalı missiyalar oldu. Nə gözəl. Bu dəqiqələri, bu saatları bizə bəxş edən, eyni zamanda bax içib dadını bəyəndiyiniz Hacı Seylon çaylarının sizə hədiyyəmiz var. Çox təşəkkür edirəm. Mən rica edirəm ki, təşəkkür edirəm. Çox sağ olun. Rüyalə xanım, bax burada hər növ çay nümunəsi var. İstər iri yarpaqlı, istər xırda yarpaqlı, istər ətirli, istər ətirsiz, istər paket fərq etməz. Ağız dadınıza uyğun olsun və bizdən bu gözəl, dəyərli hədiyyəni alırsınız və biz bu verilişin axarıncı olsun deyərək sizinlə hələlik söyləyirik. Çox sağ olun. Siz sağ olun. Bax, belə əziz tamaşaçılarımız, bu dünyada var olmaq ən birinci özündən başlayır. Bir mənini tapmaq və o məninlə dost olmaq isə cəsarət tələb edir. Hər birinizə cəsarət və sevgi dolu anlar arzusuyla hələlik söyləyirik. Görüşmək ümidi ilə. Hələlik.
Verilişin baş sponsoru Hacı Ceylon çayları.